15.000 manat, bəli. 15.000 verirsən, 14 sotda ev verirəm sənə. 14 sotda kutsalı. Bütün meyvələrdən var, əriyinə qədər var. Nə istəyirsən də, gəl də. Bütün ağac, bax, armud, alma, heyvanar, ya nə axtarsın, burada var. 14 sot kupsalı torpaqda 15.000 ilkin ödənişdən ev olub, məncə olmuyor. Hələ ki görməmişdim. Əladır. Siçində saxlamışam. Almağa gəlməsində gəlib arada yeyə bilərsən. Həyət baca çox genişdir. Plus da ki, 4 otaqlı ev verirəm içərisində sənə. Ev adamla danışıq. Gedək evə baxaq. Başım qarışdı. Əriyə ev yatdan çıxdı. Burada hamam sanazeli var çöldə. Onlar təmirsizdir. Qalxıq evdən tanış olaq. Həyət baca çox genişdir. Sənədli də tam mülkiyyət kupçasıdır. Burada navesli yerindir. İstəsən qaraj kimi də istifadə edə bilərsən. Hal-hazırda burada qaraj kimi yerin var. İstəsən maşın gətirib burada saxlaya bilərsən. Rusiyadayam hal-hazırda. Yer haqqında da məlumat verəcəm. Qiymət əladır. Yəni bu qiymətə çox yaxşıdır. Heyvana saxlamaq üçün həyət baca çox yaxşıdır. Yəni evdəki yaşayışlı ev olub. Ümumidə 4 otaqdır. Burada bir dənə çox böyük zalı var. Zalda 2 dənə pəncərəsi. Buradan da gəldi. Burada bir dənə yataq otağıdır. Yəni çoxdan yaşayış yoxdur deyə ayaqqabıdan girmişəm. Ev tozludur. Burada bir dənə böyük yataq otağıdır. Bir dənə burada yataq otağıdır. Oldu 3 dənə otaq. Bir dənə də burada çox böyük yataq otağıdır. Ölçüsü çox genişdir. Qiyməti hamısına yaxşıdır. Qiymət haqqında da məlumat verim. Yeri haqqında da məlumat verimsə, qiyməti, bax, heç nə demirəm, dəmrə bax. Sənətə bax. Xüsusi mülkiyyət. 14 sot, yaşayış məntəqələri torpağı, həyət yanı, istifadə növü, həyət yanı. Yəni bundan oyuna sənət yoxdur. Tam 14 sotun içərisində yerləşir. Xüsusi mülkiyyətdə. Ünvanı haqqında məlumat verirəm sizə. Ünvanı hökmə dairəsini keçirsən. Gəlirsən müşfiqə. Müşfiqi keçirsən. Gəlirsən Pirşükürə. Bunu da keçirirsən Şamaxıdasan. Bunu keçmirsən. Pirşükürdəyəm. Pirşükürün Saylı qəsəbəsindəyəm. Saylı qəsəbəsində 14 sotun içərisində 15.000 ilkin ödənişdən ümumi qiymətdə düşəcək sənə 26.000 manata. Nəqd amma 24.000-ə. Yəni bu cür kupçalı yerə görə torpaq qiymətinə ev satılır. Elə bir dənə burada mətbəxlidir. Kommunalları var, suyuna qədər burada var, suyun şotçukuna qədər var. Buranı gizləyib, orada olsa pul saxlayır. Yəni əlaqə saxlayın, bu qiymətə görə ideal variantdır. Bugünkü gündə belə sənədli, sübutlu yer tapmaq çox çətin məsələdir. Həyətində cürbəcür ağacları, yəni mal, heyvanat, al, saxla, becər, ək. Yəni sakitçilik axtarırsansa, bura sənin üçün gözəldir. Yəni al, heyvanatı gətir saxla, ya da belə yaşayış üçündə. Buradan metroya yarım saatlıq yoldur. Yarım saat balaca maşınla uzaqbaşı yol gedərsən. Yəni əlaqə saxlayın, yoluna qoyağın bu qiymətə görə normal variantdır. Sağ ol.